Tabii ki tanınmışlardandır ve tanınmışlardan da sıradan biri değil. Bizim Eurovision galibimiz, temsilcimiz, tanınmış müğənni Eldar Qasımovdur bugün qonağım. Eldar Bey, hoş gelmişsiniz, axşamınız xeyir. Hoş gördük, axşamınız xeyir olsun. Bütün dinləyicilərimizi buradan salamlayıram. Necəsiz? Mən çox əlayam, biraz gecikdim, üzr istəyirəm. Olan Çox şeydir. əlayam. Hə, bizim tıxacılarımızla. Təbii. Elə ona görə də birinci sualı elə tıxacla bağlı bir sual vermək istəyirəm ki, ümumiyyətlə Eldar Qasımovun tıxacılarla arası necədir? Bilmirəm, əkizlər bürcüyəm deyə. Bir gün belə olur, bir gün başqa cür olur. Hərdən çox əsəbləşirəm, harasa yola çıxanda, tələsəndə və s. Bəzən də əgər tıxacılarda dururamsa, mütləq nəsə eləyirəm, nəsə öyrənirəm, məsəl üçün İspan dilini öyrənirəm Duolingoda, o, bu filan. Ona görə də mənim əhval-ruhiyyəmdən asılıdır. Amma əksər hallarda əlbəttə ki, bu biraz çətin məsələdir. Dözülməz olur. Hə, xüsusilə də Bakı üçün. Ona görə də mən çalışıram ki, ya öz maşınımla yox, ya taksi ilə gedim, ya da piyada gedim. Çünki yəni şəhərin mərkəzində hər şey əlimin altındadır deyə çalışıram ki, piyada gəzim daha çox. Aha. Amma olmayanda taksi ilə gedirəmsə, mən bilirəm ki, yəni psixoloji olaraq rahatam ki, mən tərk eləyə bilərəm avtomobili. Yəni istənilən halda. İstənilən halda. Yəni taksi üstünlük verirsiniz. Əlbəttə, belə tıxacılarda ancaq taksi ilə getmək mümkündür. Çünki yenə də deyirəm, hardasa maşını saxlatdırıb çıxıb öz işlərimin dalınca gedirəm. Minnətdaram və istəyirəm ki, növbəti sualı artıq tıxacı bildik. Amma Eldarın özündən soruşmaq istəyirəm ki, Eldar, özünü bugün necə hiss edirsən ümumiyyətlə? Yəni iş yorğunluğu, iş sıxlığı, efirlər, çəkilişlər və bütün bunlar səni yorurmu? Ümumiyyətlə yolda olduğuna görə, yollarda tez-tez olursan və bunlar istər-istəməz sıxa bilər, əhval-ruhiyyəyə təsir edə bilər. Havanın tutqunluğu, açıqlığı. Yəni Eldar ümumiyyətlə 100%. Rusların sözü var, человек настроение. Yəni elə bir əhval-ruhiyyə insanısanmı, yoxsa xüsusi olaraq hər şey sənin üçün bir önəm daşıyır? Yəni hər bir xırda detallara fikir verirsən. Человек настроение olsam da belə hər şey mənim üçün önəm daşıya bilər. Hətta sadəcə mən düşünürəm ki, bir işdə ki, nizam-intizam varsa, məndən tələb olunan şeylər varsa, mən mütləq bunu etməliyəm və heç bir əhvalıma baxmayaraq edirəm. Bəzi günlər olur ki, əlbəttə ki, əhvalım olmur ya da hava çox tutqun olur və mən 100% günəş adamıyam, yay adamıyam. Belə hava olanda, tutqun hava olanda mən özümü qeyri-rahat hiss eləyirəm. Evdən çıxmaq istəmirəm. Artıq mənim gözümə yolda durur, tıxacılar da durur, insanlar da durur ki, mən onlarla ünsiyyətdə olmalıyam filan, beşməkan, yəni bir sözü 50 dəfə deməliyəm. Amma yenə də deyirəm, əgər bu lazımdırsa, bu işdirsə, bu bir yaxşı nəticə gətirəcəksə mənə, ətrafdakılarıma mütləq eləyirəm, heç bir havaya, heç bir əhvala baxmayaraq. Ona görə də hal-hazırda sözlük əsirəm. Buyur. Hal-hazırda özümü çox gözəl hiss eləyirəm. Çünki bugün albumumun, Maskasız adlı albomumun ikinci treki artıq çıxdı. Axtarma məni mahnısı çıxdı və ilk olaraq sizə gəlmişəm bu mahnı ilə. Təşəkkür edirik. Minnətdarıq ki, yəni bizi özəl olaraq seçdiniz. Çox sağ olun. Və təbii ki, iş sıxlığı, işin çoxluğu, klip çəkilişləri, albom hazırlığı, bunlar hamısı şərtdir. Biz hətta sizinlə bundan əvvəl öncə görüşən vaxtı siz özünüz dediniz ki, qoy tam olaraq hazırlayım, rahat şəkildə gəlimsin yanınıza ki, mənə də rahat olsun, sizə də rahat olsun və mövzu da olsun. Təbii ki, mövzumuz həmişə var danışmağa. Bəlkə də bu sualı dəfələrlə cavablandırmısan, amma istəyirəm özəl olaraq bizim Avto FM dinləyicilərinə də cavablandırasan ki, ümumiyyətlə Eldar üçün Eurovision qalibliyindən sonra yaşam, dönəm necə dəyişdi? Yəni 180 dərəcə dəyişmiş, onu gözləyirdimi, yoxsa artıq ona hazır idi? Özünü belə deyək, ruhən hazırlamışdım buna. Əslində gözləmirdim o qədər də çox, amma ümid eləyirdim, inanırdım ki, hər şey yaxşı olacaq orada. Biz Euroviziyada olanda 3 ay ərzində Kiyevdə yaşadıq, Ukraynada və oradakı heyətlə çalışdıq. Mahnı üzərində, performans üzərində və s. və ondan sonra artıq Düsseldorfa, Almaniyaya yola çıxanda
bütün bu rəqəmlər, səslər, kim hansı pillədə olacaq, o fikirlər məni demək olar ki, tərk elədi. Çünki əsas məqsədim, şəxsən çox səmimiyəm hal-hazırda, əsas məqsədim ilk növbədə özümü, mahnını, daha sonra Azərbaycanımızı yüksək səviyyədə təmsil eləyək və çox gözəl bir nömrə alınsın. Heç bir pilləyə qalxmasaq da belə insanların yaddaşlarında çox maraqlı, çox romantik və qat-qat dönmək istəyəcəkləri bir mahnı, bir performans olsun deyə fikirləşirdim. Daha sonra yarı 50% gözlənilməz bir nəticə oldu və əlbəttə ki, həyat çox dəyişdi. Çox dəyişdi. Yeni əlaqələr, yeni kontaktlar, yeni insanlar, fürsətlər, soyuducumun üstündə çoxlu maqnitlər. Hər yerə getdikcə təbii ki, bir maqnit götürürdün oradan. Bəli, əvvəllər çox sevirdim bu maqnitləri götürməyə. Hal-hazırda mənim başqa bir hobbim var. Hər ölkədən, nəinki ölkədən, ümumiyyətlə mən maraqlı bir zınqrov görəndə nə gözəl. Bəli, onları alıram və mütləq səsinə qulaq asmalıyam. Bu necəsə qəlbimin notlarını açır elə bil ki, bu səslər. Amma yenə də çox sevirəm. Mənim qədim, yəni 200 ilə yaxın bir zınqrov, yəni yaşda olan zınqrovum var. Nə gözəl. Bəli. Amma əksərləri başqa ölkələrdən bu suvenirlərdir əlbəttə ki. Və ümumiyyətlə belə səhnədə olmaq arzusu səndə uşaqlıqdan idimi? Yəni əlbəttə. Artıq onu formalaşdırmış, səhnə ilə yaşayırdın. Bəli, məncə bu mənə qanıma genlə keçib. Evdəkilərdən, nənəmdən, ulu nənəmdən, ulu babamdan. Onlar səhnə adamı, bəli, tanıyıram. Yəni onlar bunu istər-istəməz mənə bir irs olaraq saxlayıblar və hətta mən universitetə girəndə, məktəbdə də oxuyanda, universitetə girəndə orada səhnələrdə çıxış eləyirdim filan. Amma yenə beynəlxalq münasibətləri bitirmişəm mən. Ona baxmayaraq orada oxuyarkən bilirdim ki, nəticədə mən yolumu mütləq səhnədə başlayacağam ya bitirəcəyəm, bilmirəm necə deyim. Yəni ümumiyyətlə oxuyanda mənə maraqlı nədir? Eldar bəy oxuyanda artıq hiss eləyirdi ki, yəni belə deyim, universitetə qəbul oldun. Bəli. Fikirləşdin ki, sən öz qabında deyilsən. Yəni elə bir fikir gəlmişdi? Yox. Heç də gəlməmişdi. Çünki orada da özümü çox rahat hiss eləyirdim və çox minnətdaram təhsil ocağıma, Bakı İslam Universiteti ki, diplomatiya üzrə dərs alırdım. Bəli, beynəlxalq münasibətlər və bu mənim üçün böyük bir məktəb idi. Bu mənim üçün böyük bir yardım idi. Çünki orada əldə etdiyim bütün bu fikirlər, biliklər mənə çox kömək eləyir hal-hazırda insanlarla təmasda olmağa, ünsiyyət qurmağa. Çünki xaricə gedəndə xüsusilə də fərqli dönəmlərimiz var idi tariximizin. Bəzi yəni xoşa gəlməz suallar da ola bilərdi, təxribatlar da ola bilərdi. Yəni sözdə əlbəttə ki. Və sən mütləq ki öz biliklərindən istifadə edib diplomatik şəkildə insanları yola verməlisən. Təbii, mütləq şeydir. Çünki baxma, nə qədər də olmasa hiss edirsən ki, ölkənin, dövlətin təmsilçiliyi yükü üzərindədir və ağzından çıxan hər hansı bir xırda bir kəlməni onlar böyüdə bilərlər. Əlbəttə. Həddən artıq böyüdə bilərlər. O xarici səfərlərə qayıdacağıq. Maraqlı nədir? Reklamını keçirib atmamışdan qabaq bir əsas nüans özüm üçün bildirmək istəyirəm ki, ilk dəfə səhnəyə çıxanda həyəcan, o hiss, o yadındadır nə hisslər keçirmişdin ilk dəfə səhnəyə çıxanda. Söhbət böyük səhnədən də gedə bilər, belə ilk səhnəni də nəzərə ala bilərsən. Çox uzaq idi. İlk səhnəm heç bilmirəm neçə yaşımda idi. Yəni özüm ifa edirdim. Çünki nənəmin teatrına həmişə çıxırdım, həmişə gedirdim. Orada səhnədə gəzirdim. Əlbəttə ki, çıxış eləmirdim. Amma o qədər də həyəcan yox idi. Sizə deyim ki, o vaxt kimi elə bu gündə səhnə qabağı həyəcanım da var, qorxu hissim də var. İndinin özündə də. Hə, ki birdən nəsə alınmadı, birdən nəsə çatdıra bilmədim, birdən özüm hiss eləyə bilmədim nə isə səhnədə və insanlar, izləyicilər, tamaşaçılar, dinləyicilər bunu düzgün anlamayacaqlar. Mənim onlara ötürmək istədiyim bir mesajı mahnı vasitəsilə əlbəttə.
İndi də var və mən buna çox xoşbəxtəm. Bilirəm ki, nənəm də həmişə mənə deyərdi ki, Eldar, əgər sən səhnədən qabaq ya səhnədə nə vaxtsa bu həyəcanı itirsən, bil ki, içində bu artist öldü. Çıx get bu yaradıcılıqdan, incəsənətdən. Həyəcan hər zaman olmalıdır. Olmalıdır, əlbəttə ki. Çünki sən bu hisslərlə yaşayırsan axı. Sənin içində həyəcan olmasa, sən necə insanları inandıra bilərsən? Vadar elə bilərsən ki, insanlar səninlə yaşasın bu qısa tarix, yəni mahnının tarixçəsini. Düzdür. Çox möhtəşəm bir auramız var studiyada. Eldar bəy bizim üçün canlı olaraq ifa elədi və bunu bizim verilişimizin görüntülərindən də izləyə bilirsiniz. Canlıda da izləyirlər hal-hazırda Eldar bəy və eyni zamanda verilişimizin tam formatını YouTube'da da izləyə biləcəksiniz. Eldar bəy öz canlı performansı ilə orada nə bilim bu ayrı bir hissidir. Eksklüziv olaraq bugün klipi çıxmış bir musiqinin, bugün yayımlanan bir musiqini canlı olaraq studiyada dinləmək. Bəli. Çox təşəkkür edirəm. Bir də bütün yazılan sözlərə görə, bütün təbriklərə görə həqiqətən çox maraqlı bir iş alındı. Biz əslində alboma çoxdan başlamışdıq albom üzərində işləməyə. Mən ictimai televiziyada Maska şousunda iştirak eləyirdim və orada Cırtan surətində, Cırtan obrazında iştirak eləyirdim və heç kəs bilməsin deyə, yəni içində kimdir, mən tam başqa səslə oxuyurdum. Yəni bu qaydalardan biri idi. YouTube-da baxa bilərsiniz və bu mahnı ən sevdiyim mahnılardan biri idi. Cırtan obrazında oxuduğum və ondan sonra fikirləşdim ki, yox, mütləq bu mahnılar bu interpretasiyada mütləq yaşamalıdır və onları mən artıq Eldar kimi təqdim eləyim tamaşaçılarıma. Götür qoy elədi. Mən mütləq yaşamalıydım bu mahnını yaşamaq üçün çox fikirləşdim, çox qulaq asdım və bu mahnıları seçib, 3 mahnını seçib təqdim elədim tamaşaçılarıma. Çox belə deyim də ağır bir mahnıdır. Nə barədə? Çünki sizdən öncə biz onu Mətanət İskəndərlinin ifasında eşitmişik və sən salamlayırıq Mətanət xanım. Yeri gəlmişkən salamlayırıq və minnətdarlığımızı bildiririk ki, bu cür gözəl mahnıları da ifa edib. Təbii ki, bu qədər illər sonra özünə uyğun bir janrda və sevilən bir janrda. Həqiqətən, yəni ki, bilsən elə bir musiqiyə və həmin bəstəyə yenidən bir nəfəs verdin. Tam başqa bir öz dəsti xəttinlə, belə deyək. Çətin oldumu bunu yaşamaq və bu yükün altına girmək? Əlbəttə ki, çətin oldu. Yenə də deyirəm, 2024-cü ildən bəri fikirləşirəm, yatıb dururam bu mahnılarla ki, maraqlı alınsın. Amma bilirsiniz, mahnıların, gözəl mahnıların, qəlbə toxunan mahnıların nə yaşı var, nə vaxtı var. Buradan həm Mətanət xanıma salamlar, həm Asif Kərimliyə də salamlar, Kərimova salamlar. Sərvər Şaxbəyli də mahnının ərsəyə gəlməsində böyük bir rolu vardı. Mən amma bu mahnı mənim üçün çox xüsusidir və nə qədər çətin olsa da belə mahnıları oxumaq, siz qulaq asırsınız və başa düşürsünüz ki, bu mahnının içində kədərdən başqa təbəssüm də var. Təbii. Və mən bu təbəssümə arxalanaraq, dayanaraq, söykənərək mi deyim, bunu çatdırmağa çalışıram insanlara ki, hər kədərdə bir dərs var və hər kədərdə bir təbəssüm də var və onu öyrənərək insanların qarşısına çıxmaq lazımdır. Fərq etməz hansı situasiyalar, vəziyyətlər səni tutur həyatda. Mütləq və mütləq başı uca və özündə təbəssümlə çıxmalısan. Albomunda neçə bəstə var? Yəni yeni albomda 3. Tam 3 bəstədir. Tam 3 bəstədir. Bu EP-dir, balaca albomdur. 3 bəstədən ibarətdir. Hər birini ayrı-ayrılıqda klip çəkmisən. Bəli, yay zamanı demək olar ki, yay və payızda biz çəkmişik bu klipləri. Xüsusilə bu klipi biz çəkmişik Qəbələdə. Dostum Zaur Nəcəfbəyev, rejissor. Həmişə gəlmişkən salamlarımızı çatdırırıq. Salamlar. Həmişə dedi ki, mən klip çəkmək istəyirəm. Yəni demirdi ki, mənə, amma ümumiyyətlə çəkmək istəyirdi. Özünü sınamaq istəyirdi. Və bu dəfə 1 yox, 3 kliplə. Bütün kliplərin rejissoru. Bəli. Nə gözəl. İdeya müəllifi, rejissoru filan. Mən düşünürəm ki, çox
çox maraqlı, çox keyfiyyətli və çox insanlara və ürəyə yaxın bir işlər oldu zənnimcə. Artıq dinləyicilərimizdən SMS-lər gəlir. 6871 abonenti yazıb. Salam, salam Əli bəy, necəsiz? Əleykum salam, yaxşı olasınız. Eldar bəyi də salamlayırıq. Salam, salam. Eldar bəy, uşaqlıqda belə geniş auditoriya qarşısında çıxış etməyi xəyal edirsiniz, yoxsa bu yolda hər şey təsadüfən formalaşdı? İlk dəfə istedadınızı hiss etdiyiniz an yadınızdadır? Əlbəttə yox, təsadüfən heç nə olmayıb şəxsən məndə. Bütün təsadüflər atalar demişkən qeyri-təsadüf idilər. Hər şey öncədən artıq buraya yazılıb düşünürəm. Qismətə inanırsınız? Çox inanıram, əlbəttə ki. Həm qismətə inanıram, amma işləyən insanlara da çox inanıram. Gərək işləyəsən ki, qismətin biraz işləsin də. Təbii. Və uşaqlıqdan istəyirdim, arzu eləyirdim. Hətta evdə səhnəcilər qururdum, tamaşalar təqdim göstərirdim evdəkilərə. Ona görə demək olar ki, onların başları çox ağrıyırdı mən uşaq olanda. Və dinləyicimiz yazıb 8609 yazıb. Salam, bəzən insan həyatında ona yol göstərən, istiqamət verən xüsusi insanlar olur. Sizin musiqi yolunda ən çox dəstəkləyən və ruhlandıran şəxs kim olub? Bu dəstəyin sizin üçün həyatınızda rolu nədən ibarətdir? Bir çox insanlar, evdəkilər olub. Demək olar ki, nənəm olub. Musiqi məktəbimdə üzərimdə işləyən insanlar, Elmira xanım, Səidə xanım, Leyla xanım, bir çox insanlar olub. Amma ən çox musiqini sevməyə mənə dilləri ilham pərisi hardandır səndə? Bəli. Mən həmişə deyirəm ki, musiqidir. Musiqini qulaq asanda, istədiyim, sevdiyim musiqini, konsertlərə baxanda mən çox həvəslənirəm və ilhamlanıram. 1297 yazıb ki, Eldar bəy, maşında yolda olarkən musiqi seçimi çox önəmlidir. Maraqlıdır, siz uzun məsafə gedəndə öz mahnılarınızı dinləyirsiniz, yoxsa başqa ifaçılara da üstünlük verirsiniz? Bir də yeni duetlər necə? Gözlənilir? Yeni duetlər haqqında hələ ki heç nə deməyim. Aha, deməli gözlənilir. İndi mənim üçün gözlənilir. Bu sadəcə bir fikir formalaşır. Bəbək kimi hələ ki onu saxlayıram. Amma yaxşı mahnı olsa, yaxşı bir təklif olsa, ümumiyyətlə maraqlı bir şey olsa mütləq təqdim eləyəcəyik. Deməyim hələ ki heç kim. Kimdən? Əvvəlki maşın sürərkən. Siz inanmazsınız ki, mən maşında demək olar ki, mahnılara qulaq asmıram. Axtarıram radioları ki, orada danışsınlar. Bu məni o qədər rahatlaşdırır. Siz danışmağa üstünlük verirsiniz. Yox, mən danışmağa, qulaq asmağa üstünlük verirsiniz. Heç başa düşmürəm, yəni başa düşməyə də istəmirəm nə deyirlər, amma o qədər rahat oluram kimsə danışanda, arxa planda və bu recitativ məni çox rahatlaşdırır yolda. 3822 abonenti yazıb ki, salamlayıram sizləri Eldar bəy, sevilirsiniz. Səhnədə özünüzü həmişə çox rahat, özünəmli göstərirsiniz. Maraqlıdır, bəs həyəcanla necə mübarizə aparırsınız? Mən bütün həyəcanımı səhnədən qabaq. Siz artıq, əziz dostum, siz artıq nəticəni görürsünüz. Amma səhnəyə çıxmazdan qabaq mən hamının qanını içirəm bu həyəcanla. Bu belə deyil, kostyum düz oturmayıb, mahnı düz olmayıb, mən rəqsimi unutmuşam, bu kameralar belə deyil. Yəni hər şeyə girişirəm və nəticədə hər kəsin əhvalı pis olur. Mən də çox rahat çıxıram səhnəyə ki, hamının qanını içib gözəl enerji ilə tamaşaçıların qarşısına çıxıram. Ümumiyyətlə Eldarı biz aparıcı kimi də gördük. Eyni zamanda böyük bizdə təşkil olunan Eurovision aparıcısı oldunuz, digər tədbirlərdə aparıcı olmusunuz və eyni zamanda aktyor kimi də tanıdıq sizi. Qorxma, mən səninləyəm ikinci hissəsində çəkilmişdiniz. Təbii çox yerlərdə baxa bilmədilər əslində o filmə. Yayımlanması da hələ ki mən görməmişəm ki, ya sosial şəbəkələrdə və yaxud da ki, hər hansı bir özəl günlərdə olsun. YouTube'da var. Bütün film, tam film YouTube'da var, amma baxmayın, çünki çox pis oynamışam orada məncə. Heç sevmirəm özümə baxmağı. Var, yəni axtarıb tapmaq olur. Bəli, Ni boysa yasta boy 1919 yazırsınız. Onda biz düz yazmamışıq. Və mən sizə göndərəcəm, linki göndərəcəm. İstəyənlər yazsınlar, mən linki göndərəcəm. Çox filmin özü çox maraqlıdır. Əslində rənglər və necə eləyiblərsə tarixçənin davamıdır 30 il sonra və s. Amma özümdən heç xoşum gəlmir orada. İndi baxıram, deyirəm ki, mən bunu başqa cür oynayardım. Mən bunu başqa cür deyə bilərdim. Axı bu
rus diliyəm deyə, rus dilində də axı sən nəyə görə belə danışırsan ki, cəmaət özün heç başa düşmürsən nə deyirsən və hissləri də ötürə bilmirsən. Amma hər şey təcrübə ilə gəlir, bilirsiniz. Təbii. Yəni Eldar geriyə baxanda əvvəlki Eldarın elədiklərini təkrarlamaz. Bəzi şeylərini təkrarlamaram. Amma bir çox şeylərə görə mən özümlə fəxr eləyirəm. Xırda addımlar da olsa belə önəmlidir. Hə, mənim üçün çox önəmli idi və bir də həyata gəlsəydim, yenə də bunu eləyərdim. Qəşəng. Və Eldarı biz həm də bir moderator kimi də gördük. Yəni nə yox. Moderator aparıcı? Aparıcı yox. Təlimçi kimi daha doğrusu deyək də siz bizim Eurovisiona gedənləri də hazırlamağı üzərində əvəzsiz zəhmətləriniz oldu. Məşqçi kimi də. Məşqçi də, məşqçi də, yəni bir mənalı olaraq məşqçi, çünki xırda detalların üzərində sizin o post production'da necə çalışdığınızı, necə can yaldığınızı bilmirəm. Məhz belə olmalıdır, belə eləməlisən. Yəni düzdür. Bilirsiniz, çox vaxt qınamaq asandır, qıraqdan qınamaq asandır və hər hansı bir fikirləşirlər ki, bilirsiniz, hər dəfəsində də hər şey uğurla bitməyə də bilər. Yəni qalib gəlməyə də bilərsən. Əslində sən daha gözə çarpan bir çıxış ortalığa çıxardırsan. Amma bu gözə çarpan çıxışın altında o qədər böyük zəhmət var ki və bizdə də bilirsiniz də xırda nəsə bir səhv, nəsə bir uğursuzluq oldu. Sosial şəbəkələrdə başlayırlar, danışırlar, deyirlər. Bu bütün dünyada belədir. İnanın mənə, bütün dünyada belədir. Bizdən hətta daha çox elə cəmiyyətlər var ki, daha çox bullying eləyirlər, daha çox üstünə gedirlər, həm ulduzların və bəzi ölkələrdə imtina mı deyim, necədir Azərbaycanca? İmtina mədəniyyəti var. Harda ki dövlət qurumları yox, sadəcə insanlar deyirlər ki, misal üçün biz Katy Perry'ni heç bir yerdə görmək istəmirik. Çünki plaja qeyri-etik çıxdı uşaqların yanına. Heç bir yerdə artıq onu vermirlər. Radiolar da deyirlər ki, bizi insanlar, yəni hətta misal üçün radio versə bu mahnının, onun mahnısını heç kəs qulaq asmayacaq və s. Orada tam başqa səviyyədədir bu. Bizdə də əlbəttə ki, bu var, amma insanların fikirləri çox müxtəlifdir. Həmişə deyirəm ki, sən hər kəs üçün yaxşı ola bilməzsən və olmamalısan. Sən sadəcə öz işini vicdanına görə və imkanlarına görə 100%-dən daha çox eləməlisən. Yəni 100%-dən kifayətlənməməlisən. Yəni ki, da maksimuma söz vardı. Yəni maksimum dərəcədə bunu sıxmalısan özünü. Əlbəttə və sən əlindən təcrübə baxımından və s. nə gəlirsə, sən mütləq götürməlisən. Yəni bu neqativ fikirlər, neqativ sözlər səni ruhdan salmır ki, yəni normal qarşılayırsan onları. Yəni var ki, elə şəxs var ki, oturur dənə-dənə bütün şərhləri oxuyur, görüm nə yazıblar, eləyiblər. Yəni mən oxuyuram, mənə göndərəndə nəsə sırf sizə göndərəndə. Hə, dostlarım görəndə bax bu nə yazır, bax bu nəyə paylaşır filan və şməkan. Mən çox rahat bunu qarşılayıram, çünki insanlar çox müxtəlifdir, insanlar çox fərqlidir və mən hərdən düşünürəm ki, onlarsız, yəni belə şərhlərsiz həyatımız, dostlarımın həyatı mənimlə bir yerdə çox maraqsız olardı, çünki biz oturub hərdən bunlara baxırıq və gülürük ki, Eldar, sənə bunu deyiblər, Eldar, sən busan. Qısa bir avtomobildən də istəyirəm danışım. Çünki verilişimizin məğzi və dəstxətli avtomobildir. Ümumiyyətlə Eldar üçün avtomobil seçimi necədir? Yəni Eldar avtomobil seçərkən nəyə çox üstünlük verir? Komfort, dizayn, yoxsa brend? Komfort, dizayn. Yəni komfortla dizayn olmasa da olar, əsas bu filan brendin maşınıdır. Yox. Mənim üçün brend o qədər də önəmli deyil. Əsas komfort, dizayn və ilk növbədə uzun müddətli və nə deyirlər, ona nə deyirlər ki, sən rahatlıqdan başqa sən bilməlisən ki, bu avtomobildə heç vaxt səni yolda qoymaz. Həmişə sənə köməkçi kimi olacaq. Bu mənim üçün çox vacibdir. Avtomobillə aranda özəl bir bağlılıq varmı? Deməzdim ki, mən belə avtomobil sevənəm. Həvəskar demirəm, yəni şəxsi öz avtomobilinlə. Əlbəttə ki, bağlılığın varmı? Hə, bağlılığım var. Bu yaxınlarda yeni avtomobil almışam.
Xeyirli olsun, Çox sağ çox olun. mübarək. Təşəkkür edirəm. Necə deyirlər, bu xətasız, bəlasız qəzası sürəsən. İnşallah. İnşallah və Eldar üçün yeni nəsil avtomobillər, elektromobil, Hə. plug-in hibrid Hə. və yaxud da ki, daxili yanma mühərriki. Yəni mühərrikin səsini eşidirsən, belə qaz pedalına basanda mühərrikin səsi bir xorulduyur, o vibrasiyan, o titrəyişi hiss edirsən. Hansı önəmlidir bu? 3 dənəsindən Ay biri. Allah, belə suallar verməyin mənə. Yenə də deyirəm, yəni mən əkizlər bürcəyəm. Bunu da istəyirəm. Məndə mühərriki, yəni qazı basırsan və o da var, o maşında var. İndi plug-in də var. Amma plug-ində tam elə bil ki sən planetlər arası şeydə uçursan, necə müəyyən olmayan Planetlər arası müəyyən olmayan bir istiqamətdə. obyektdə uçursan, səssiz, filansız, hərdən mənə zəng eləyirlər, deyirlər ki, Eldar sən dəqiq maşındasan. Deyirəm ki, hə, sadəcə maşın elədir ki, səs çıxartmır da, çünki yarı Plug-in elektrondur. hibriddir, bəli, bəli. Hələ ki öyrəşməmişəm, öyrəşirəm. Bilmirəm. Şəhərdə də 2 dənə doldurma stansiyası var. Yəni Avropa maşınları üçün 2 dənə doldurma stansiyası var. Cəmi? Hə. Yəni adlarını çəkməyim çünki reklam Yox, olur. təbii, əlbəttə ki. Amma cəmisi hər iki deyiblər ki, 2 dənədir. Bəlkə bizə qulaq asıb daha da genişləndirəcəklər. Yox, əslində bu işlə bağlı çox işlər götürülür. Bu məsələ ilə bağlı kifayət qədər olurlar və bir sıra tanınmış yanacaq dolma məntəqələrində belə o stansiyalar quraşdırmalı idilər. Çünki mənə elə bir məlumat vermişdilər. Onların mətbuat xidmətinin rəhbəri ilə danışanda görüşümüz olanda mənə dedi ki, demək olar ki, bizim bütün yanacaq dolma məntəqələrində, indi reklamlar arasında mən sənə deyəcəm, hansı yanacaq dolma məntəqəsidir ki, hər birində onlar quraşdırmalı idi. İndi niyə quraşdırılmayıb? Bu da əlimə bir necə deyirlər məlumat oldu ki, sual verəcəm, niyə quraşdırmamısınız? Yox, var bəlkə, amma Avropa maşınları üçün, Avropa o doldurma stansiyaları üçün sadəcə 2 dənədir. Belə məlumat veriblər mənə, bilmirəm vallahi. Axtarıb tapmamısan. Yox. Çox maraqlı həmsöhbətsən. Çox maraqlı yol yoldaşsan. Nəyə görə? Çünki təbii ki, yoldasan verilişində mənim həmişə yol yoldaşlarım olur. Aha. 1 saat boyunca danışırıq, deyirik, gülürük, bəzən ağlayırıq, hər hansı bir hadisə ilə bağlı kövrəlirik. Yəni bu realdır. Bu real vaxtda, real zamanda bunu yaşamaq lazımdır. Və deyərdim ki, sözün əsl mənasında həqiqətən çox yaxşı yol yoldaşsan. Və bu 1 saat ərzində mənə yol yoldaşlığı etdiyin üçün sənə minnətdaram. Təşəkkür edirəm. Vaxt tapdın, gəldin, mövzuları araşdırdıq, danışdıq, güldük, düşündük və ümid edirəm ki, yaxın vaxtlarda səndən başqa bir platformada, başqa bir layihədə yenidən görüşəcəyik və orada da sən yenə də sözünü demiş olacaqsan. İnşallah. Çox təşəkkür eləyirəm dəvətiniz üçün. Çox maraqlı idi mənim üçün. Dilim də açıldı verilişin sonuna qədər. Bir də çox sağ olun. Bizi dinləyin, bizi izləyin. Avto FM.